Görürsüz bir Amerikan gəmisi içinə mismarlar doldurduğu top güllələri ilə yerlilərə atəş açır. Savaş şefi adını daşıyan bir serialdan kiçik fraqment. Bu əslində tarixdə baş vermiş müstəmləkəçilik dövrünün göstəricisidir. Alternativ ticarət yolları axtarışı, merkantilist siyasət və elmi texniki tərəqqi Avropalıların dünyaya açılmasına və tutduqları yerlilərin əksəriyyətini öldürməsinə səbəb oldu. Təkcə Amerikanın yerli əhalisinin 90%-i cəmi 110 il içərisində məhv edildi. Yəni 56 milyon insan İspanlar və Portuqallılar, daha sonra isə ingilislər və fransızlar Amerikaya gedəndən sonra öldürülmüşdür. Afrikada isə xüsusilə də Konqoda 10 milyona yaxın insan Belçikalılar tərəfindən, 1 milyona yaxın insan isə Əlcəzairdə fransızlar tərəfindən öldürüldü. Namibiyada da böyük soyqırımlar almanlar tərəfindən törədilmişdir. Yəni Afrika əhalisinin də 20-30 milyona yaxını gələn yadelli Avropalılar tərəfindən məhv edilib. Asiyada təkcə Hindistanda 30-40 il içərisində 50 milyona yaxın yerli ya İngiltərə nazlıq siyasəti ya da ki gülləsi tərəfindən məhv edilib. Yəni təkcə Asiyada Hindistan 50 milyon itirib, görün digər yerlər nə qədər itirib, bunu bilmirik. Və xüsusilə də Sibir və Orta Asiyada isə ruslar böyük qırğınlar törədib. Avstraliya və Okeaniyanın az saylı ada xalqları və Avstraliya aborgenləri böyük soyqırımlara məruz qalıb. Təxminən həmin regionlarda 2 milyona yaxın insan öldürülüb. Tasmaniya adasının yerliləri yox edilib. Bu gün saf qan Tasmaniya yerlisi yoxdur. Yalnızca əsir alınaraq təcavüz olunan Tasmaniya qadınlarından törəyən insanlar var ki, Tasmaniya qanı daşıyır. Qalan saf qan Tasmaniyalı yoxdur. Hamısını İngiltərə rəsmi ov elan edərək öldürüb. Müstəmləkəçilik dövrü tarixdə ən böyük bəşəri utanclardan birinə çevrilib.